Bağışla qapını, bağışla sevirəm, Ay Layla. Nasıl? Hacı. Balam. Niye dedim bağışla? Validlərə bir dəfə bu yaxınlarda mən pis söz dedim. İndi onu nə dedim? Bağışlasın istiyorum. Ne dedim? Sonra da ne? Bədənim yandı. Ne dedim? Bir qaralığına niye? Ne işte ne dedin onu dene. O qaraşın bak. O Layla Muradı bəyənmir, mən deyib burnu əydi deyir, sonra geçmədi deyib, baxan üçün burnu gözümə girir, sonra arıqda, sonra üzü ağrıb, nəysə, sonra sən deyirdin ki, burnun nəfəri var, sonra həm deyib belə əydi, belin əyriliğinə görə əsgərliyə də aparılır, əslində aparmalıdır, belə əyrilir, o nəfərdir var, mənə götürüb çırpar yeri olur. Belə anadan gəlmə elə bir şeydir, onurğada nəsə əydilir, onlar aparmırlar, oğlan edirlər. Nəysə, mən Laliyə, bir də bədəndə Laliyyənin peşik hamıda olur, mən də küyəndə olub, heç olurdu, amma Laliyyədə o yay vaxtı olur, nəysə, qışda da olur, nəysə, mən onun bədənində qəribəlik var, bəzi yerlərində elə bir ki, səpşik də olmur, peşik də olmur, amma elə bir səpşik gedəndən sonra boz rəhdə yerləri var, o fason öz-özünə şey var, olur keçir da. Mən onları lağ elədim, niyə? Çünki deyirdim ki, yəni, Muradda nə var, axı, nə olsun da, hamıda bir şey olur, heç qüsursuz Allahdır. O da daha gözəlinə qaçdığı, fikirləşdiyi üçün Lale ilə bəmişə ideal axtarır, məsələ, gözəl şeylərdə fikir verir. İfrat edirdi. Mən də elə bir beynimdən keçdi ki, sən ona nə dedim? Dedim, ona çox bir yaxınlarda heç vaxt elə olmamışdı. Bir yaxınlarda dedim ki, nəyə oxşuyursan, yaxı, əlkəşdə, Muradda, sən də, Murad da qaraşında. Murad yayda o Lalədən qarı oldu. Sonra dedim ki, sən özün qapqarasan, nə belə, sözünü düz deyəndə belə, həqiqətən ürəkdən dedi. Əslində, sonra onun, əslində o pişik ləkə yerlərini deyəndə özüm də yandım. 2-3 gün sonra bədənimi yağ tökülür, sıçradı, bədəndə ləkələr qaldı. Sonra deyirəm ki, qurban olmalı, Allahın ayəsi vardır. Allahımız buyurur ki, ilklərdə irqi, hətta zənci ilə Rus deyilmez, yəni Belarus, ağac-bağadan fərq qoyanda ki, hansı gözlərdə əgər axtarmaq olmaz, elə fərq qoymaq olmaz. Allahımız Quranda buyurur ki, irqlərdə, sonra millətdə, dillərdə fərq qoymayın, fərq yox. Fərq varsa da nədir? Yəni ki, biz bu yaxşıdır, bu pisi deyilmərik də. Demişəm səhəcək, haqqımı oynayacaqlar. Nə? Bağışda deyirəm. Kimə? Qurbanım Allah'ım bağışda. Qurbanım bağışda. Amin. Allah senden çağırır. Yüz sönen ocağın